Buraxılışımız davam edir. Havalar istiləşdikcə kondisionerlər evlərdə və iş yerlərində ən çox istifadə olunan məişət texnikalarından birinə çevrilir. Yay mövsümü başlayar-başlamaz bir çoxları cihazları qış rejimindən yay rejiminə keçirir. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, bu keçid zamanı bəzi vacib məqamlara diqqət edilməlidir. Bəs kondisionerlərdən düzgün istifadə qaydaları dedikdə nələrə diqqət olunmalıdır? İzləyək. İsti günlər yaxınlaşdıqca insanların ən çox istifadə etdiyi məişət texnikalarından biri də kondisionerlərdir. Havaların isinməsi ilə bir çoxları cihazları qış rejimindən yay rejiminə keçirir. Lakin mütəxəssislər bildirirlər ki, bu keçid zamanı diqqətli olmaq vacibdir. Çünki qış boyu istifadə olunmayan kondisionerlərin filtrlərində toplanan toz və müxtəlif hissəciklər sonradan otaq havasına qarışır və insanların nəfəs yolları vasitəsilə orqanizminə daxil olur. Bəs kondisionerlərdə necə istifadə etməliyik ki, həm sərinlənək, həm də sağlamlığımıza zərər vurmayaq. Yandırır bir saat, özüm dedim ki, ziyandır da, soğuk değmezə də olur. Yəni ki, sonra söndürtdürürəm onu ki, ev qalsın səhəri. Adam var ki, gözə oturur elə kondisionerin altında. O şəxsən mən otursam, saz xəstələnəcək. Əlbəttə olur. Bel ağrısı, baş ağrısı, onsuz da mümkün deyil. Kondisionerlərin sağlamlığa təsiri ilə bağlı həkimlər bildirirlər ki, bu cihazlardan düzgün istifadə edilmədikdə bir sıra fəsadlar yarana bilər. Kondisionerin küləyi birbaş insana doğru vurarsa və təbii ki, əzələ ağrıları, oynaq ağrılarına səbəb olarsa, vaxtında təmizlənməyən filtrlərin üzərində bakteriyalar, kif göbələkləri və yaxud məişət tozları, eyni zamanda havadan gələn, yəni zərərli tozlar, onlar təbii ki, insana mənfi təsir edir və insanın müəyyən xəstəliklərinin, misal üçün bronxial asma olsun, xroniki obstruktiv bronxitlərin artmasına və yaxud hər hansı bir viral infeksiya ilə xəstələnmiş insanın, yəni xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Buna görə də kondisionerlərdən təbii ki, istifadə etmək lazımdır, lakin müəyyən şərtlərə əməl etmək şərti ilə. Təkcə sağlamlıq baxımından deyil, texniki cəhətdən də kondisionerlərdən düzgün istifadə vacib hesab olunur. Çünki cihazın temperaturunun kəskin şəkildə aşağı salınması və mövsüm dəyişikliklərində texniki qulluğun edilməməsi həm iş prinsipi, həm də istifadə keyfiyyəti baxımından müəyyən problemlər yarada bilər. Bəs istifadəçilərin ən çox yol verdiyi səhvlər hansılardır? Kondisionerlərimizi işə salarkən çox səhvliklər edirik. Əsas səhvliklərimizdən biri odur ki, kondisionerin düzgün istifadəsini bilmirik. Düzgün istifadəsini bilmirik dedikdə, ilk olaraq kondisionerin dərəcəsini yendirik 17-yə, 16 dərəcə yendirib istifadə edirik. Bu əslində bizim üçün təhlükəlidir. İşin dərəcəsi ortalama 30 dərəcə, 32 dərəcə nəzərdə olduqda, içərisinin temperaturu minimum biz 8 dərəcə, 7 dərəcə fərqinə qoymalıyıq ki, insan sağlamlığı üçün də zərər olmasın. Yəni, istidən 16-17 dərəcə soyuğa girdiyimiz zaman bizim sağlamlığımız üçün də zərərlidir. İkinci etdiyimiz səhvlərdən biri də budur ki, kondisioneri biz qış boyu istifadə etmirik və bunun içərisində filtr vardır. Filtr hava dövrə edən zaman üzərində yaranan tozları bizim olduğumuz ofisə və yaxud evin içinə üfürür. Yəni, mütləq şəkildə biz kondisioneri işə salmadan da filtrlərini yuyub təmizləməliyik ki, ondan sonra istifadə edək. Buna görə də yay mövsümündə sərinlik axtararkən təhlükəsizlik qaydalarını da unutmaq olmaz. Əlinor Rüzəliyev, Sevinc Əliyeva, Yunis Əhmədli.